Bir ildə bir uşaq neçə dəfə imtahan verər? Birinci sinifə gedən uşaq necə imtahan verməlidir? Hələ əlifbanı bilmir, uşaqdır. Bugünkü imtahan sistemini mən doğru hesab etmirəm. Ola bilər ki, desinlər ki, bəs özün 15 il işləyəndə necə baxardın buna? O adamlara da demək istəyirəm ki, o zamanda mən sözümü demişəm. Ancaq əlbəttə istədiklərinin hamısına nail olmaq mümkün olmuşdur. Professor diqqətə çatdırıb ki, hazırda dünyada yalnız 2 fəndən riyaziyyat və xarici dil üzrə imtahan verilir. Lakin bizdə şagirdlər 10-a yaxın fəndən imtahan verirlər. Ona görə də bu məsələdə ciddi dəyişiklik etmək, şəxsiyyət yönümlü sistemə keçmək lazımdır. Sabiq nazir hazırki təhsil sistemində digər əsas problem kimi dərsliklərin ağır olmasını göstərib. O hesab edir ki, dərsliklər lazımsız, şagirdin yaşına uyğun olmayan materiallarla doldurulub. Ona görə də şagirdlərdə dərslərə maraq aşağı səviyyədədir. Əsas problemlərdən biri də məhz budur. Töhfə Səməd, Namiq Abbasov, Today Press.